Hər vaxtınız xeyir dostlar, vacib bir məlumatı sizdən bölüşmək istəyirəm. Xəbəri paylaşmazdan əvvəl Azərbaycan polisinə dərin təşəkkürümü bildirirəm. Məhz bizim, mən və həmkarlarımın sosiallaşdırdığı bir problemi anında reaksiya verirlər və əgər həqiqətən də onun əməlində bir qanunsuzluq varsa, onlar müəyyən bir məsuliyyətə cəlb olunurlar və buna görə Dağışlar Nazirliyi Mətbuat Xidmətinə dərin təşəkkürümü bildirirəm. Həqiqətən də məhz öz adımdan deyə bilərəm ki, mənim paylaşdıqlarıma anında reaksiya verirlər. Söhbət TikTokda daha çox Pajizin Jesse ləqəblə tanınan Cəsarət Cavadovdan gedir. Bilirsiniz ki, o hər zaman qeyri-etik yayımlar aparıb və buna görə də cinayət məsuliyyətinə cəlb edilmişdi və ötən müddət ərzində mənim yayınıma da qalxmışdı, qeyri-etik davranışlar etmişdi və buna görə üzr istəsə də, lakin bundan sonra yenə də qeyri-etik davranışlarına, yəni söyüşlü yayın aparmaq, kimsəninsə ünvanına söyüşlü ifadələr və xüsusən də qanunsuz kazino, qumar reklamını etmişdi və efirdə, yayında içki içərək qeyri-etik davranışlar etmişdi. Məhz həmin şəxs həbs edilib. Belə ki, 1998-ci il təvəllüdlü Pajizin Jesse ləqəbli tiktoker Cəsarət Cavadov Xəzər rayon polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və o məhkəməyə çıxarılıb. Məhkəmənin qərarına əsasən Cəsarət Cavadov 60 sutka həbs edilib. Qeyd edim ki, yenə də hər hansı bir qeyri-etik davranışlar edilir. Xüsusən də açıq-saçıq geyimdə qeyri-etik yayımlar aparan və açıq-aşkar cəmiyyətə qarşı hörmətsizlik edən yayımçılara qarşı bu cür əməliyyatlar davam edəcək və qeyd edim ki, hər bir nöqsan, hər bir yayım bizlər tərəfindən izlənir və biz də sosiallaşdırırıq, ictimailəşdiririk və sağ olsun Azərbaycan polisi də anında reaksiya verir.